Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Aleykümselam və rahmetullah və bərəkatuhu. Elhamdülillah bu gün artıq 11-ci gündə, 11-ci iftardır. Allah qəbul eləsin. Elhamdülillah mömin üçün sevinç halıdır iftar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müminin iki vaxtı fərəh vaxtı var. Biri iftar vaxtı, biri də Allah subhanahu ta'alanın görüşdüyü vaxtı, qiyamət günü. Və təbii ki, iftar vaxtı sevinç o demək deyil, yiyib içməyi gördüyü ona görə. Yox, sadəcə bu ibadəti tamamladıq, pozmadıq, qoruduq, saxladıq və sevinç o sevincdir. Və təbii ki, Ramazan ayı, qardaşlar, məktəbidir, böyük bir məktəbidir, böyük bir məna daşıyır. Çünki bu hələ belə fərz olunmayıb, məqsəd var. Məqsəd insanın islah olmağı üçündür, cəmiyyətin islah olmağı üçün. Həm sağlamlıqdır, həm tərbiyədir. Böyük dərslər var. Və o dərslərdən biri hansı ki, Ramazan bizə öyrədir, vaxta diqqət eləmək, vaxtı nəzərə almaq. Özünüz görürsünüz ki, biz necə, nəinki dəqiqəni, hətta saniyələrə fikir veririk. Saniyələrə fikir veririk. Suhurda, fikir veririk iftarda. Bu öyrədir bizi, tərbiyədir. Çünki vaxta diqqət eləmək mühümdür. Kim vaxtına səliqəyi salıb, hər şeyi öz vaxtında eləyirsə, elhamdülillah, o xeyirdədir. Vaxtsız olanda qarışır hər şey. Ona görə vaxtın mühümliyi Quran-ı Kərimdə də biz görürük. Allah subhanahu ta'ala buyurur ki, vələ asr, vaxta and içir, əsrə, zamanəyə, and içir. Allah, bəzi avamlar deyir ki, nə üçün, məsələn, ətə, armuda, papaya, mamaya and içmək olmaz? Bəs axı, Quranda Allah Teala and içir gecəyə, gündüzə, zeytuna, əncilə və s. Və tini və zeytun. Onlar müqayisə edirlər özlərinin xaliqlə, olmaz. Xaliq, bəli, Allah Teala xaliqdir. O, istədiyinə and içir. O, and içdiyi məxluqlar da onların əhəmiyyətini bizə göstərmək istəyir. Mühümliyin. Amma biz and içəndə, yalnız Allah'a and içməliyik. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurub ki, kim Allah'a and içirsə, Allah'a and içsin. Kim Allah'tan qeyrisinə and içirsə, ya küfr eləyib, ya da şirk. Yəni, papa mama gedmir burada. Və ya ət, hansısa, və ya armud, və ya alma. Dağ, meşə, nə bilim, ağaçlar. Bizi bütpərəstlikdən, ateşpərəstlikdən ayıran bir dənə məsələ var. Hətta bütün dinlərdən. O məsələ hansı məsələdir? Tevhid. Tək Allah'a ibadət eləmək. Ona şərik qoşmaq. Başqa dinlərdə yoxdur tevhid. Hamısı şirkdir. Bizi, müsəlmanları ən əsas bu məsələ başqalarından ayırır. O da tevhid, tək Allah'a ibadət eləmək, ona şərik qoşmaq. Və vaxtın mühümliyi, qardaşlarım ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərdə biz görürük. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, 5 şey soruşulacaq qiyamət günü. Onlardan da biri ömrün. Nəyə sərf etdin? Çünki hələ belə deyil axı. Hələ belə deyil işte. Bunlar hamısına görə cavab verəcək. Onun da biri ömrün. Nəyə sərf etdin? Həmçinin qardaşlar, İbn Abbas radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ni'mətəni məğbunun kəthirun minən-nəs. 2 dənə neymət var. Hansı ki, insanların çoxusu ondan qəflətdədirlər. Və ya faydalanmırlar. Nəticə almırlar. Zərərdədirlər. Hansıdır o 2 dənə neymət? Birinci deyir ki, əs-sihhə, sağlamlıq. Adam indi sağlamdır, İstifadə eləmir. İstifadə eləmir necə? Həm dünyasına, həm də ibadətdə.
Sağlamdır, imkanı var, həccə getmir. Qocalarda xəstələnəndə gedir, layiqincə eləyə bilmir və ya xəstələnir, gedə bilmir. Adam sağlamlığında istifadə eləməlidir. İstifadə necə? Düzgün əməl görürsən, sağlamlığı qorumaq, layiq yanaşmamaq və s. Allah Teala Peyğəmbər sallallahu əleyhi və səlləm sağlamlığı nemət adlandırdı. Yaxşı, ikinci nədir? Əs-sihhə vəl-fərah. Yəni vaxtın olmağı. Vaxtın olmağı, boşluq. Məşğul olmamaq. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu da nemət adlandırdı. Sən bu saat vaxtın var, ondan istifadə elə yenə. Adam var, vaxtı var. Məsələn, kinoya baxır 2 saat. Hansı ki 2 saatda 400 oxuya bilərsən. İstifadə eləmədi. Və ya futbola baxır məsələn. Futbola baxır 3 saat. 3 saata yaxın. Hansı ki 600 oxuya bilərdi. Yarım saatdan götürək də. Lap 400. Yəni fikir versən. Və ya hansı bir kitab oxuyar və ya hansı bir dərsə qulaq asardın. Qeydlər eləyərdin. Xeyli şey öyrənərdin. Hansı ki o sənə xeyri olacaq. Lazım olanda. Amma onlar hansı ki sən baxırsan, boş vaxtını sərf eləyirsən mənasız şeylərə, onlardan sən heç nə qazanmırsan. Heç nə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insanların çoxusu bu 2 dənə nemətdən məhrumdular və ya özləri məhrum edirlər. O da nədir? Sağlamlıq və vaxtın olmağı. Ona görə vaxt mühümdür. Ramazan bizə bunu öyrədir. Və biz baxırıq sələfin həyatına, bizdən öncəkilər, alimlər, onlar vaxtı bekara keçirmirdi, hətta yiyəndə. Ona görə Abdurrahman ibn Hətim Ər-Razi deyir ki, atam çörək yiyirdi, mən oxuyurdum. Məlumat alsın. Ki, vaxtı boş getməsin çörək yiyəndə. Deyir, mən oturub kitab oxuyurdum ona. Çıxırdım bayra çıxırdım, mən də yanında oxuya-oxuya gedirdim. Məlumat alır. Evə qaydırdı, məlumat alır. Hətta deyir ki, Abdurrahman ibn Hətim Ər-Razi deyir ki, atam ayaq yoluna girəndə mən bayırda deyəm, oxuyurdum ki, eşitsin. Yəni, insan bu nədir? Boş vaxtından istifadə eləmək. Boş vaxtından. Ona görə qardaşlar, yəni vaxt mühümdür. Vaxta diqqət eləyin. Vaxt, namazın vaxtları var. Təyin olunmuş. Allah Subhanahu taala buyurur ki, İnna salate kânət aləl müminə kitəbən məvqutə. Biz möminlərə namazı hərəsi öz vaxtında fərz elədik. Vaxt mühümdür. Vaxta diqqət eləmək, hər şey çatdırmaq. Həyat ise qıssadır qardaşlar. Allah Subhanahu taala bizi oruçlarımızı qəbul etsin. Amin. Allah bize eşli faydalardan etsin. Amin. Allah müsəlmanlara kömək olsun. Allah ölkəmizi qorusun fitnə fəsaddan. Və Allah o qardaşlar ki, iftar verirlər, əziyyət çəkirlər. Allah onların malına bərəkət versin və Allah kömək olsun. Və selamu aleykum və rəhmətullah və bərəkətuhu.